Yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz dövlət himnindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının qanunudur. Diqqətlə qulaq asın və bu cür videoların davamlı paylaşılmasını istəyirsinizsə, kanalıma abunə olub bildiriş butonunu açıq saxlamağı unutmayın. Yoldaşlar, bildiyimiz kimi dövlət himnindən istifadə qaydaları haqqında qanun, yəni bu qanun Konstitusiyanın 23-cü maddəsinə, yəni dövlət rəmzləri maddəsinə və dövlət himninin musiqisinin və mətninin təsdiq olunması haqqında Konstitusiya qanununa əsasən himnin ifa edilməsi, oxunması, dinlənilməsi və dövlət himnindən istifadə qaydalarını müəyyən edir. Konstitusiyanın 23-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, yəni dövlət rəmzləri maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının dövlət himni Azərbaycan Respublikasının dövlət rəmzidir. Azərbaycan Respublikasının dövlət himninin musiqisi və mətni Azərbaycan Respublikası dövlət himninin musiqisinin və mətninin təsdiq olunması haqqında Konstitusiya qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş dövlət himninə hörmət etməlidir. Dövlət himninə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən olunan məsuliyyətə səbəb olur. Həmçinin Konstitusiyanın 69-cu maddəsinə əsasən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də bu qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar. Yəni, əcnəbi və vətəndaşlığı olmayan şəxslər də dövlət himninə hörmət etməlidirlər və bu qanunun tələblərini pozduqda, bu maddənin tələblərini pozduqda qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olurlar. Daha doğrusu, məsuliyyətə cəlb olunurlar. Deməli, yoldaşlar, dövlət himni haqqında qanunvericilik Konstitusiyadan, dövlət himninin musiqisinin və mətninin təsdiq olunması haqqında Konstitusiya qanunundan, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən, dövlət himninin istifadə qaydaları haqqında qanundan, həmçinin bu qanuna uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir. Deməli, yoldaşlar, dövlət himni ilə bağlı dövlətin bir sıra vəzifələri vardır. Bunlar hansılarıdır? Dövlət himninin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək, gəncləri və təhsil alan şəxsləri dövlət himninə hörmət ruhunda tərbiyələndirmək, Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni ölkə xaricində başqa bir ölkədə dövlət himninə qarşı hörmətsizliyin nümayiş etdirilməsinin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və cinayət məcəlləsinə uyğun olaraq tədbirlər görmək, bu qanuna riayət olunmasına nəzarəti təmin etmək. Deməli, yoldaşlar, müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanuna əsasən dövlət rəmzləri müəlliflik hüququnun obyekti deyil. Azərbaycan dövləti dövlət himnini qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qoruyur. Deməli, yoldaşlar, dövlət himninin mütləq ifa edildiyi hallar vardır. Bunlar hansılardır? Bildiyimiz kimi, prezident seçilmiş şəxsin and içmə mərasimində prezident and içdikdən sonra dövlət himni səslənir. Prezidentin Milli Məclisin iclaslarına gəldiyi zaman dövlət himni səslənir. Milli Məclisin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı dövlət himni səslənir. Naxçıvanın Ali Məclisinin növbəti və növbədənkənar sessiyasının başlanması və qurtarması zamanı dövlət himnimiz səslənir. Həmçinin bayramlara həsr olunmuş təntənəli yığıncaqlarda iclasların açılışı və bağlanışı zamanı dövlət himnimiz oxunur. Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olarsa, dövlət himnimiz oxunur. Görkəmli dövlət, siyasi, ictimai, elmi, ədəbiyyat, incəsənət xadimlərinin və həmçinin vətən müharibəsi qəhrəmanlarının, milli qəhrəmanların abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı dövlət himnimiz səslənir. Dövlət orqanları, yerli özünü idarə orqanları, yəni bələdiyyələr, siyasi partiyalar, həmçinin qeyri-hökumət təşkilatları, şirkətlər və yaxud da hər hansı bir qurum tərəfindən keçirilən mərasimlər zamanı və digər təntənəli tədbirlər zamanı dövlət bayrağı qaldırılarkən və ya asılarkən dövlət himni oxunur. Həmçinin Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması zamanı və yaxud da yola salınması zamanı müvafiq ölkənin dövlət himni ifa olunduqdan sonra dövlət himnimiz səslənir. Azərbaycan Respublikasının dövlət himni musiqisinə və partiturasına uyğun orkestr, xor və
orkestr xor tərəfindən yaxud başqa vokal üsulla və yaxud da alətlər vasitəsilə, həmçinin səs yazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir. Dövlət himni bütün hallarda tam ifa olunur. Deməli yoldaşlar, dövlət himni ifa olunduqda Azərbaycan Respublikasının vətəndaşları, sırf vətəndaşlar dövlət himnini ayaq üstə, fərağət vəziyyətində sona qədər dinləməli və mətninə uyğun olaraq oxumalıdırlar. Amma dövlət himninin xarici vətəndaşlar isə dövlət himnini belə deyim, əznəbli vətəndaşlar və vətəndaşlı olmayan şəxslər isə dövlət himnini ifa olunan zaman ayaq üstə, fərağət vəziyyətində sona qədər dinləməlidirlər. Yəni onların oxumasına bir şərt qoyulmayıbdır. Deməli yoldaşlar, Azərbaycan Respublikasının dövlət himninin hərbi qulluqçular tərəfindən ifa olunması, ifa olunan zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması qaydaları bu qanunun tələbləri əsas götürülməklə, yəni dövlət himnindən istifadə qaydalarının qanununun əsas götürülməklə 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli qanunla təsdiq olunan Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsi ilə xüsusi rütbəli şəxslərə münasibətdə isə MİHO'nun müəyyən etdiyi orqanlar tərəfindən müəyyən edilir. Deməli yoldaşlar, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi nəzərdə tutulmuş şəxslərin dəfn mərasimində Azərbaycan Respublikasının dövlət himninin ifa olunması qaydası bu qanunun tələbləri əsas götürülməklə deməli silahlı qüvvələrin qarnizon və qaravul xidmətləri nizamnamələri ilə tənzimlənir. Deməli xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı dövlət himninin ifa olunması qaydası bu qanunun tələbləri əsas götürülməklə MİHO'nun müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilir. İdman yarışları zamanı dövlət himninin ifa edilməsi qaydası bu qanunun tələbləri əsas götürülməklə həmin yarışları təşkil edən idman təşkilatı tərəfindən müəyyən olunur. Dövlət himni bildiyimiz kimi yoldaşlar hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində bu qanunun 6.2-ci maddəsinə müəyyən olmuş qaydada ifa olunur. Deməli yoldaşlar, dövlət himninin mətni və musiqisi, yəni partiturası əlifba kitabının 1-ci səhifəsində dərc edilir. Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni tədris ilinin birinci günündə dövlət himninin öyrənilməsinə həsr olunur. Deməli yoldaşlar, Azərbaycan Respublikasının dövlət himni başqa dildə oxuna bilməz və dövlət himninin təhrifinə yol verilmir. Dövlət himninin istifadə qaydaları haqqında qanunun tələblərini pozan şəxslər mülki, cinayət və inzibati xətalar məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.